Choose the correct variant. Doğru variantı seçin. They usually lunch at home, but now they at a restaurant. Zaman zərflərinə görə düzgün zaman təyin etməliyik. Usually adi halda olan sadə zaman formamızdır. İndiki sadə zamanı zaman zərfidir. Yəni bu isə məslərdən tonu atmaqla birbaşa yazılan feillərlə özünü göstərməlidir. Now isə indiki davam edici zaman zərfidir. Birinci tərəfdə are eating indiki davam edici zaman olduğu üçün A və Y variantı usually ilə uyğun deyil. Eat və ya eats deyə düzgün cavab götürməliyik. Mübtədamız they cəmdə olduğu üçün biz xəbəri cəmdə eat deyə təyin etmiş olacağıq. Bu o deməkdir ki, B variantı da səhvdir. C və ya D variantı doğru cavab ola bilər. İkinci cümlədə isə now qeyd etdik ki, indiki davam edici zaman zərfidir və indiki davam edici zamanda da biz to be daha sonra verb ing, yəni feilin ing şəkilçisi vasitəsilə düzəlmiş versiyanı götürməliyik. Bu isə D variantında doğru cavab kimi qeyd olunmuşdur are eating şəklində. Onlar adətən evdə qəlyanaltı yeyirlər, lakin indi onlar restoranda yemək yeyir. Həm tərcümə baxımından, həm mübtəda xəbər uzlaşması baxımından, həmçinin zaman zərfi baxımından bizim doğru cavabımız D variantında qeyd olunmuşdur.